Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamızda iki xəbərdarlıq nişanının 1.15 sürüşkən yol və 1.17 çınqıl sıçrayışı nişanlarının mənasını izah edəcəyik. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. 1.15 sürüşkən yol nişanı yolun hərəkət hissəsinin səthinin sürüşkənliyinin yüksək olması barədə sürücüləri xəbərdar etmək üçün tətbiq olunur və yol örtüyünün yaş olduğu halda şinlərin yol örtüyü ilə ilişmə əmsalının 0,3-dən az olduğunu bildirir. Xatırladaq ki, normal vəziyyətdə olan asfalt və ya beton yolun örtüyü yaş olduqda ilişmə əmsalı 0,4-ə bərabər olur. Yağmurlu və nəmişli havada, habelə yol örtüyünün başqa səbəbdən yaş olduğu halda bu nişanı görən sürücü xüsusi ehtiyatlıq göstərməklə hərəkət etməli, sərt manevrlərdən çəkinməli, daha böyük ara məsafə saxlamalı, nəqliyyat vasitələrinin sürüşəcəyi təqdirdə vəziyyətdən çıxmağa hazır olmalıdır. 1.17 çınqıl sıçrayışı nişanı nəqliyyat vasitələrinin təkərlərinin altından daş, çınqıl və başqa qırıntıların sıçraya biləcəyi yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Bu nişan örtüyü təkmilləşdirilmiş yollarda çınqıl sıçraması ola biləcəyi hallarda, yəni təmir işləri aparılarkən, yolda uçqunlar olarkən və s. hallarda tətbiq edilir. 1.17 nişanı ilə işarələnmiş sahədə hərəkət edən sürücü təhlükəsiz hərəkət üçün qabaqdakı nəqliyyat vasitələri ilə ara məsafəni bir qədər artırmalı, özü isə sürəti azaltmalı və kəskin manevrlərdən, xüsusən sürəti qəflətən artırmaqdan çəkinməlidir. 1.15 və 1.17 nişanları yaşayış məntəqəsindən kənarda təhlükəli sahənin başlanğıcına 150-300 metr, yaşayış məntəqəsində isə 50-100 metr qalmış qurulur. Həmin nişanlara əlavə edilən 7.2.1 lövhəciyi ilə müvafiq təhlükəli sahənin uzunluğu göstərilə bilər. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Azparkingdən sürücülərə xatırlatma var. Yol hərəkəti haqqında qanunun 53-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi parklanma müddətinə görə etmiş ödənişi tamamladıqdan sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. Sürücülər çox vaxt fikirləşirlər ki, nə vaxtı dayandırım, nə vaxt oranı tərk edeyim, gəlib həmin vaxtda mənə cərimə yazılacaq, yoxsa yox. 10 dəqiqə ərzində tərk eləmək üçün sizin vaxt limitiniz var. Amma bu 15 dəqiqə olsa, əlbəttə ki, parklanmaya görə cərimə tətbiq oluna bilər. 10 dəqiqə isə tərk eləmək üçün kifayət qədər böyük bir vaxtdır. Sən işdə birdən oldu, gəldin, 10 dəqiqə alınmadı. Onda yenidən parklanmaq lazım. Yenidən vaxt açmaq lazım gələcək.